Çox təcili olaraq Qrant Həyat yaşayış kompleksində 148 kvadratlıq 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Abdülvahab Salamzadə və Tbilisi prospektinin kəsişməsində yerləşən Qrant Həyat yaşayış kompleksində 27 mərtəbəli yeni inşa olunmuş binanın 10-cu mərtəbəsində ümumi sahəsi 150 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli və əşyaları ilə birlikdə satılan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. İlk öncə onu bildirim ki, mənzilin sənədi Qubcadır. Yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağı demək olar ki, binanın qarşısında yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Abdülvahab Salamzadə və Tbilisi prospektinin kəsişməsində yeni inşa olunmuş Qrant Həyat yaşayış kompleksində 27 mərtəbəli yeni inşa olunmuş binanın 10-cu mərtəbəsində ümumi sahəsi 148 kvadrat olan qanuni 3 otaqlı, ideal təmirli və əşyaları ilə birlikdə satılan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Qiyməti 399.000 manatdır. Real alıcı olarsa aşağı yeridə var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.